Həftəlik bürclər Qoç, Şiroxatan bürclərini 21 apreldən 28 aprelə doğru nələr gözləyir? Gəlin birinci Qoçlardan başlayaq. Qoçlar əslində qalsa bu həftə belə deyim də Günəş sizin yanınızda olacaq. Yəni bu həftə Evrən deyir ki, sizi aktivləşdirəcəm, sizə məlumat, sizə xəbərlər verəcəm ki, özünüzü qabağa çəkməyi, özünüzü gücləndirməni yüksək səviyyədə bildirəsiniz. Sadəcə olaraq Qoçların içində bu həftə həyata baxışı çox zəifdir. Elə bir hər şeydən küsmüş, hər şey ümidsiz yanaşmış, hər şeyə qarşı elə bir ki, pozitiv olmayan bir məqamda dayanacaqsınız və bu həftə elə biləcəksiniz ki, kimsə sizi sıxır, kimsə sizi narahat edir, kimsə sizi qısıtlayır. Anlayırsınız məni? Bu isə normal olmayan bir şeydir. Çünki bu həftə özünüz psixoloji olaraq özünüzü sıxacaqsınız, özünüz psixoloji olaraq özünüzü negativə doğru bir vəziyyətiniz olacaq və belə deyim də qəlb olaraq, şəxsiyyət olaraq, emosiyalar olaraq balansınızı düzəldə bilməyəcəksiniz. Və bu həftə robot kimi olacaqsınız, heykəl kimi olacaqsınız. Hərəkət eləmirəm, amma baxışlarımdan izləyirəm və hər şeyi analiz edirəm. Bu düzgün yanaşma deyil. Çünki bu həftə sizin evrenin sizə yönləndirdiyi qızıl onluq boynunuzda ola bilər. Özünüzü aktivləşdirmə, özünüzü gücləndirmə edə bilərsiniz. Həftənin əvvəlindən həftənin sonlarına qədər donmuş vəziyyətdə olacaqsınız. Emosiyalarınızı, hisslərinizi bildirmək istəməyəcəksiniz. Və həftənin ortalarından başlayaraq dövlətlə sənədlə əlaqədar bəzi problemləriniz olacaq ki, bu problemlər məcburiyyət qarşısında həll eləməlisiniz. Çünki bu problemin qabağını almasanız, yaxın belə deyim də may ayına doğru sənəd sünət, ev alqı, satqı, maşın bilmirəm, dövlətlə əlaqədar nə işləriniz varsa gecikmiş bir məqamda ola bilər. Sağlamlığınız xoşuma gəlmədi. Sağlamlığınızda ən çox da narahat edən məqamlardan biri nəfəs sisteminizdə olan problemlərdir və ümumi olaraq belə deyim də 4-cü, 5-ci çakraya gedən enerjilərinizdə ciddi bir problemlər var. Bunları həll etməlisiniz. 69-70%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma emosiyalarınızı donmuş vəziyyətinizdən, belə deyim də, özünüzün şansını görməməvizliyiniz biraz Qoçlar narahat edir. Şirlərə gələndə isə bu həftə şirlər yanan bir alov olacaqsınız. Həftənin bir günü çox alov olacaqsınız, pozitiv. Həftənin başqa günü sönmüş vəziyyətdə olacaqsınız. Elə ki, bu həftə sizi qısıtlamağa çalışacaqlar ki, gir, burada qal, aktivləşmə, hərəkət ol. Amma bunu eləməyəcəksiniz, disbalans eləyəcəksiniz. Yəni, balansınızı tam aktiv şəkildə vura bilməyəcəksiniz. Şir qadınlar bu həftə cazibəvizi göstərəcəksiniz. Bu həftə qadın olduğunuzu, idarə edici olduğunuzu, güclü olduğunuzu bu həftə göstərməyə bacaracaqsınız. Və yolla, məsafə ilə əlaqədar nə planlarınız varsa, bu həftə hamısını həyata keçirə bilərsiniz. Həftənin sonlarına doğru çox sevinəcəyiniz bir hadisə ola bilər ki, İstədiyiniz bütün şansı, istədiyiniz bütün uğuru öz əlinizə ala bilərsiniz. Narahat edici məqamlardan biri odur ki, sürətiniz normadan çoxdur. Sürət ümumiyyətlə ziyandır, bunu bilirsiniz. Sürətdə addımlamağa ehtiyac olur. Çünki sürətinizi şirləri artırdıqca ətrafınızda olan problemləri, ətrafınızda olan insanları görmə qüvvənizi zəiflədirsiniz. Kimlənsə barışmaq istəyirsə, kimə yazmaq istəyirsə, kimlənsə nəyisə düzəltmək istəyirsə, bu həftə bunu edə bilərsiniz. Barışıq, sevgi, şəxsiyyətinə qədər uğurlu bir məqamdasınız. Şir qadınları pul maddi cəhətdən daha şanslısınız. Nəinki şir kişilər, amma buna baxmayaraq şirlərə həftəli uğurludur. Çünki bu həftə alovlanmaq, yanmaq, aktivləşmək istəyəcəksiniz. 81-80